Vaxtınız xeyir olsun. Deməli, gələn yorum əsasən funksiya və kökaltı ifadələrə aid bir video gələ bilərmi? Aşağıda isə müəllim, salam funksiyaya aid video paylaşa bilərsinizmi? Bəli. İndi isə 2019-cu ildən 2024-cü ilə qədər düşən bütün funksiya suallarının izahına baxacağıq inşallah. Birinci sualımızdan başlayaq. Deməli, y bərabərdir 3x minus 18 sıfırlarını tapın. Deməli, buradan y sıfıra bərabər etsək 3x minus 18 bərabərdir 0, 3x bərabərdir 18, x isə burada 6-dır. Yəni bu ifadəni sıfıra çevirən 6-dır. Keçdik ikinciyə. Burada deyir f, x, buna y yaza bilərik də, eyni şeydir. X kvadratı plus 7x minus 12. O y oxu ilə kəsişmə nöqtəsinin ordinatını tapın. Uşaqlar, yadınız saxlayın, o y oxunu kəsirsə x 0 olur. O x oxunu kəsirsə y 0 olur. Yəni burada baxın, o y oxunu kəsirsə x-ə 0 verməliyik. 0 plus 7 0 vuranda 0 çıxar 12. Y də buradan alırıq ki, mənfi 12 imiş. Yəni A variantı. Keçdik. B-nin hansı qiymətində bu nöqtəsi bu funksiyanın qrafikinin üzərindədir? Yadınızı saxlayın. Əgər deyirsə ki, üzərindədir, keçir, kəsir, toxunur, bu cür verildisə, bunu konkret olaraq burada yerinə qoymalıyıq. Yəni bu x-dir, bu da y-dir uşaqlar. X-i və y-i yerinə qoyuruq. 3 vuraq 2, üstə gələk 8, üstə gələk 2b bərabərdir 0. 2b bərabərdir 3 dəfə 2 6, 6 üstə 8 gələndə 14. Buraya keçəndə mənfi 14 eləyir, b də bərabərdir mənfi 7-yə, yəni D variantı. Gəldik bura. Bu nöqtələrdən neçəsi apsis oxundan aşağıda yerləşir? Uşaqlar, apsis oxundan aşağı o deməkdir ki, baxın, bu x-dir, bu y-dir. Biz bilirik ki, birinci rüb, ikinci rüb, üçüncü rüb və dördüncü rübdür. Apsis oxu deyəndə x oxu nəzərdə tutulur və x oxunun aşağıdır. Yəni bizə deyir, hansı üçüncü, dördüncü rübdədir. Baxıram ki, y-i mənfi olanlar budur, dördüncü rübdə yerləşir. Deməli, bu dördüncü rübdə yerləşir, bu birinci rübdə yerləşir, olmaz. Bu ikinci rübdə yerləşir, olmaz. Bir də bu üçüncü rübdə yerləşir, baxın, burada. Yəni 3 dənəsi. Nöqtələrdən hansı tənlin qrafikinə aid? Baxın, qrafikinə aiddir deyirsə, x və y-in yerinə qoymalıyıq görək, hansı ödəyir bunlardan. Gəlin baxaq. C variantına baxsaq, C variantına baxın. X-in 4 qoyanda 3 vuraq 4 çıxar y bərabərdir 5. 12 çıxar y bərabərdir 5. Y-imiz 7 imiş. Həqiqətən baxın, X-in 4 qoyanda y 7 alınır. Cavab C variantı imiş. Funksiyanın o-x oxu ilə kəsişmə nöqtəsi. O-x oxu ilə bayaq deyim ki, kəsişirsə y 0 olur. Yəni 3x çıxaq 12 bərabərdir 0. 3x bərabərdir 12. X də buradan 4 olduğunu görərik. Yəni B variantı. Funksiyanın qiymətlər çoxluğunu tapın. Uşaqlar, kvadratik funksiyanın qiymətlər çoxluğunda tapmaq üçün bizə n lazım olur. A0-dan böyük deyəmin qiymətlər çoxluğu n-dən müsbət sonsuzluğa olur. N tapmaq üçün indi burada 2 yol var. Ya bunu yığa bilərsiniz, ya da n bərabərdir mənfi b kvadratı çıxaq 4ac bölək 4 ad üstündən istifadə edə bilərsiniz. Yəni 2 yolu var. Amma burada yığmaq daha rahatdır deyə. Baxın, bunu x plus 3 mötəzənin kvadratı plus 6 yaza bilərəm. Baxın, açanda birincinin kvadratı x kvadratı, birincinin ikinciyə vurması 2 misli 6x, 3-ün kvadratı 9, 6 yəni həmişə yığdıqda isə burada olan n olur ümumiyyətlə. Yəni 6-dan müsbət sonsuzluğa altında alır. Əgər m-nı soruşsaydı, həmişə m buranın mötəzənin için sıfat çevirən olur. Yəni mənfi 3 olardı m. Burada funksiyanı verib f3 istəyir. Yəni x-in yerinə 3 qoy deyir. 5 vurulsun 3 plus 2 bu deyilir 17. Yəni B variantı. Hansı funksiyanın qrafikinə aiddir? Aiddirsə yerinə qoyuruq görək, hansı ödəyir. Baxırıq ki, B variantına baxın. X-in yerinə 6 qoysaq, y bərabərdir. 6 dəfə 2, 12. 12-dən 4 çıxanda qalır 8. Həqiqətən y-də 8 veriblər. A parametrinin hansı qiymətində bu funksiyasının qrafiki 1-2 nöqtəsindən keçir. Bayaq demək, keçir, toxunur, kəsir, üzərindədir.
yerinə qoyduq. X-in yerinə 1, Y-in yerinə 2 qoymalıyıq. Yəni A plus 8 bərabərdir 11. A-ya da buradan 3 alırıq. Yəni A variantı. Yenə OX oxu ilə kəsişmə nöqtəsi. OX oxu ilə kəsişirsə Y 0 olur. Yəni x kvadratı minus 7x plus 12 bərabərdir 0. Bu da adi kvadratın nə olduğunu uşaqlar? X köklərini tapırıq V teoreminə əsasən köklər 4 və 3'dür. Yəni x 4 ola bilər, bir də 3 ola bilər. Baxırıq, bu da mənfi 4'dür, bu da mənfi 4'dür, bu da mənfi 3'dür, bu da mənfi 3'dür. Cavab C variantı. Bu parabolasının ordinat oxunu bu nöqtədə kəsir, apsis oxunu bu nöqtədə kəsir. Baxırıq. Burada yerinə qoyuruq. Yəni kəsir deyilsə yerinə qoyuruq. X yenə 0 qoyanda Y bərabərdir 0 plus 0 plus Q. Y-imizə nə verir? 6. Yəni bu da 6'dır. Q'ni tapırıq nə? 6. Deməli, tənimiz bu formaya düşdü. Baxın aşağıda. Y bərabərdir x kvadratı plus px plus 6. İndi isə deyir, apsis oxunu 3, 0 nöqtəsində. Yəni, x-in yerinə 3 qoyacağım, Y-in yerinə 0. O da 0 bərabər 3'ün kvadratı 9, üstə gələk 3 dənə p, üstə gələk 6. Buradan 3p bərabərdir mənfi 15, p də alınır nə? Mənfi 5. P-mizi mənfi 5 tapdıq, Q-mizi isə 6. Toplayanda isə eləyir 1 Y variantı. İndi isə baxaq növbəti suala. Y bərabərdir mənfi x kvadratı plus 6x çıxılsın 8 funksiyasının apsis oxunu kəsdiyi nöqtələr arasındakı məsafəni tapın. Apsis oxunu kəsdiyi nöqtələr uşaqlar bu kvadratın kökləri olur. Yəni bu kvadratın köklərini tapsaq, ümumiyyətlə apsis oxunu kəsilsə, bilirik ki, Y 0'dır, düzdürmü? Yəni mənfi x kvadratı plus 6x minus 8 bərabərdir 0. Hər tərəf mənfiyə bölsə x kvadratı minus 6x plus 8 bərabərdir 0. x1 və x2 buradan Allah köklər 4 və 2'dir. Bizə də bunlar arasındakı məsafəni istəyir. Yəni 2 ilə 4 arasındakı məsafə də bax, funksiyanın qrafiki təqribən bu cür olacaq. Yox, A mənfi deyə qollar aşağı. Heç bir qrafik çəkməyə ehtiyac yoxdur. Sadəcə ümumiyyətlə göstərmək naminə deyir ki, bax bu ikisinin arasındakı məsafə, 4-dən 2 arasındakı məsafə nə olur? 2. Yəni D variantı. Növbəti sorumuza funksiyasının təpə nöqtəsinin ordinatı. Təpə nöqtəsinin koordinatları M və N olur. Yəni x-i M, Y-i isə N. Bizdən isə ordinatı üçün N sorulur. N bu da qabağında əmsal var deyə bunu yığmaq çətin olduğu üçün düzünü hesablayaq. Mənfi B kvadratı minus 4AC bölünsün 4A. Buradan deməli M bərabərdir mənfi 30 B-nin kvadratı 6'ın kvadratı 36. Üstə gəlinsin 4 dəfə 3 12 60 bölünsün mənfi 12. Mənfi ilə mənfi bir-birinə aparsaq 36 60 gələndə 96, 96-dan 12'yə böləndə 8 alarıq. Yəni A variantı. Gəldik buna. C-nin hansı qiymətində bu nöqtədən keçir? Bax, keçir, kəsir, toxunur, üzərində də yerinə qoyuruq. Yəni x budur, y budur. 5 vuraq 6 çıxaq 4 vuraq mənfi 3 plus C bərabərdir 0'dır deyəsən. Bu tam görünmür. 0 oxşuyur deyəsən. İndi yoxlayaq. 30 üstə gələk 12 plus C bərabərdir 0. C alırıq. Əgər bu 0'dırsa, yəni 0 görsənir burada. Mənfi 42. Əsas məqsədini başa düşməkdir. B-nin hansı qiymətində yenə baxın keçir deyir. X-a 1, Y-ə 5 verəcəm. 1 plus 2 dənə B çıxaq 4 bərabərdir 5. 2 dənə B bərabərdir. Deməli, 8 cavabını alarıq. B isə buradan 4 olduğunu alarıq. 4 olduğunu alarıq. Yəni, Y variantı. Gəldik buna. Deməli, baxırıq. Xətti funksiya verir. Xətti funksiya y bərabər kx plus 5 şəklində olur təbii ki. Baxın. Buranı B-də kəsilmişə Y-i. B-ni tapdım. Baxın, x-i 3 nöqtəsində kəssə, x 3 olanda Y normalda 0. Yəni, x-i yenə 3 qoyanda Y 0 olmalıdır. 3k plus 3 bərabərdir 0. 3k bərabərdir mənfi 3. K isə mənfi 1 olur. K-sı mənfi 1, B-si isə nədir? 3.
Toplayanda da 2 eləyər. Ordinantı 6-dırsa, apsisi də ordinant y-dir. Apsis x-dir. Yəni y-in yerinə 6 qoyanda x-i soruşur. 5x çıxaq 18 bərabərdir 10. 5x bərabərdir 28. X isə bərabərdir 5,6. Gəldik buna. Bu nöqtələr o y korxuna nəzərən simmetrikdir. O y korxuna nəzərən simmetrik deyəndə A-da çəkilən olduğu kimi qalır, digər tərsinə fırlanır. Baxın, A-da çəkilən olduğu kimi qalır. Yəni A 7 nöqtəsini mən o y korxuna nəzərən simmetrik çevirirəmsə, 3 olduğu kimi qalır, 7 tərsinə fırlanır, -7 olmalıdır. İndi A-nın yerində nə durmalıydı? -7. Yenə bu nöqtədən keçərsə, keçir deyirsə yerinə qoyuruq. Baxın, bu neçənci dəfə təkrarlanır, yenə düşmə ehtimalı var. -1, üstə gələk 5p bərabərdir 4. Buradan görürük ki, 5p bərabərdir 5-ə, p bərabərdir 1. Gəldik bu suala. Yenə bu nöqtəsindən keçir, x-in yerinə bunu, y-in yerinə bunu qoymalıyıq. Yəni 2k plus 3 bərabərdir 9, 2k bərabərdir 6, k bərabərdir 3. Bu suala baxaq. Bu keçəni düşübdür. Baxın aşağılar. C həmişə burada kəsir. Bax, y bərabərdir ax kvadratı plus bx plus c funksiyasında həmişə bax bu y kəsdiyi yer c olur. C-ni tapmışamışıq, görürsünüz. Yəni ax kvadratı plus bx plus 4. Baxın, x-i 2 nöqtəsində kəsində y 0 olmalıdır. Çünki deyək axı, x-i kəsində y 0 olur. Yəni baxaq, 0 bərabərdir. X-i yəni 2 qoyanda 4a, üstə gələ 2 qoyanda 2b plus 4 bərabərdir 0. Buradan 4a plus 2b bərabərdir -4. Hədəfi 2-yə bölsəm 2a plus b bərabərdir -2. Baxın, bunu tapdım -2 olduğunu. Baxın, buraya bax, bizə bunu soruşsunuzda. Bu -2-dir. C-miz də nə idi? 4. Bu da 4-dür. Toplayan cavab 2 eləyər. Baxın, bu da yeni sualdır. C onda avtomatik nədir? 1. Demək, kvadratini bax beləymiş. Funksiya bu formadadır. İndi x-i 1 nöqtəsində kəsilsə, y normaldır 0. Yəni a plus b plus 1 bərabərdir 0. A plus b nəymiş? -1. Baxın, bu -1-dir. C-mizdə 1 idi. O da 3. Bunun cavabı yenə nə olur? 2. Gəldik son sualımıza. OX soxuna nəzərən simmetrik. Baxın, bunu OX soxuna simmetrik çevirsə, adı çəkilən olduğu kimi qalır. Y isə tərsinə fırlanır. O da -3, -5 olan C variantı olacaq. Və bu da 2019-dan 2024-cü ilə qədər düşən bütün funksiya sualları idi. Hansı mövzunu istəsəz, yenidən yorumlara qeyd edib deyə bilərsiniz. O mövzuya aid suallar izah eləyək və çəkək. Sağ olun, salamat qalın.